birbaşa orqanlarımıza gelir. Və siz təsəvvür edin ki, orqanlarımız bizim başımızın elə bir motivasiya edir sizə. Baş beynimiz elə bir dirijordur. Bizim orqanlarımız elə bir orkestrdir. Bizim orqanlarımız həmin o baş beynimizdəki olan siqnalları gözləyir. Həmin o siqnallarla da biz, inanın, sinapslarla sinirlər qəbul olunur, oturmuşuq, qulaq asırıq, eşidirik. Həmin o siqnallar beynimizdə o qədər güclü bir hərəkətlərdirlər ki, bizim beynimizdə elektrik enerjisi yaradırlar. Siz inanırsınız ki, bizim elektrik enerjisi yaratmış beynimizdəki olan sinapslar bir sutka işığı yandıra bilər. Görün, biz necə gözəl bir makinəyik. Xəbərimiz yoxdur. Bizim hüceyrələrimiz, görün nələr edir. Bizim hüceyrəmizin qidası isə forever. Və forever'ın tərkibindəki olan amil tuşları, mən sizə deyim, bizim həkimimiz oturub, hörmətli həkimimiz. Amil tuşları 500-dən çox amil tuşu var. Hələ rəqəmlər sayılır, çox deyirlər, az deyirlər. Amma bizim bədənimizə lazım olan o amil tuşları ki var. Məsələn, bax, bu forever tərkibində olan məhsulların tərkibində. Bizim bədənimizdə 22-dən çox amil tuşu varsa, onun 20'si bax, o alıyordur. Möhtəşəm, möhtəşəm. Yəni, biz bu zəncirlərlə, mən mütləqə desəm ki, hormonlarımızın, fermentlərimizin tərkibi həmin zulaldan və zulalın tərkibi amil tuşlarının var, mən yanılmaram. Bu dəqiqənin özündə bizi idarə edən hormonlardır. Və həmin hormonun tərkibində çox hissəsidir. Tamam hissəsi deyə bilmərəm. Bəzi hissələr var ki, hormonlar zulaldan ibarətdir, bəzi zulalın tərkibi amil tuşsundan ibarətdir. Siz təsəvvür edin ki, biz amil tuşsu biz forever'dan alırıq. Əgər hər hansı bir orqanların hormonlarında, daxili sifir zivəzdəki hormonlarda bir dənə amil turşu çatışmasa, dəhşətli klinik xəstəliklə başlayır. Məsələn, qanın özündə, eritrositlərin tərkibində zulal var. O zulal əgər çatışmazsa, bizim anemiya xəstəliyi yaratır. Yəni, başqa bir boy hormonumuz var. Somatotrofi hormonu var ki, 191 amil turşusundan ibarətdir. Görürsən, biri 104-2 metrə bir də kalik boyu var. Hormonların problemləri var. Hormon problemi var. Yəni, yoxdur. Niyə? Çünki amil turşusu yoxdur bədəndə. Deməli, biz amil turşusunu qəbul etməklə biz bütün bədənimizdəki olan hissələrin hamısını normaya qoya bilərik. Bu bizim hüceyrə qidası, hətta üzr istəyirəm, yəni bizim hətta idarə etməyimizi də təsir göstərir. Çünki bizim beynimiz əgər qidalanırsa, bizim beynimiz qidalanırsa biz qəşəng düşünməyə başlayır. Qəşəng düşünürüksə, qəşəng vərdişlər edəcək. Qəşəng vərdişlər edəndən sonra həyatımıza keçəcək və başlayacaq. Forever kimi məhsullarını istifadə edib gözəl düşünməyə və düşüncələrimizə idarə edirlər. Bax, bunlar. Düşüncələrimizi idarə etdiyinə görə biz buradayıq. Mənim hüceyrələrimi idarə etdiyinə görə mən buradayım. Mən biyolog kimi 2015-ci ildən Forever tanıdığıma görə çox belə minnətdaram mənim sponsoruma, yəni Gülbirə xanımdır deyil. Mənim iş yoldaşımdır o da bir pedagogdur. Yəni, o düz biyolog deyil, amma ibtidai sinif müəlliməsində çalışır. Amma yəni, mən ona hələ də ömrümün axırına kimi minnətdar olacağım. Çünki bu möhtəşəm məhsullardan istifadə etməyəcək, qaçın, hələsin, gedin depoya. Alın, qiymətə baxmayın. Baxmayın, həyatınız dəyişəcək. Fikirlərimiz dəyişəcək, düşüncələrimiz dəyişəcək. Nəhayət, həyatınız dəyişəcək.